İnsan biz bilirik ki öldükdən sonra, qəbrə qoyulduqdan sonra hədis mənbələrində nəql edilmiş bir çox hədisə görə sorğu-suala tutular. Amma bu sorğu-sual ibtidai sorğu-sualdır. Bu sorğu-sual əməllərimizin xırda detallarına qədər sorğulanması deyil. İbtidai sorğu-sual nədəndir? Əhl-i Beyt təriqi ilə, kanalı ilə nəql edilmiş hədislərdə göstərilir ki, Allahın vəhdaniyyəti, Rəbbun kimdir, Peyğəmbərin kimdir, kitabun, qiblən, imamın və s. Bu kimi ibtidai suallar soruşular. Elə ki, inşallah şəxs ki, bu suallara cavab verə bildi, dili tutulmadı, o zaman onun üçün qəbir genişlənər və o bərzəxin cənnətinə daxil edilər. Amma elə ki, bu suallara cavab verə bilmədi, həmin şəxsin o zaman vay halına. Hədislər deyilir ki, İmam Sadiq əleyhissalam buyurur ki, qəbir o şəxsi elə bir səviyyədə sıxar ki, beyni dırnaqlardan tökülər. Əlbəttə, bu məcazdır. Beynin dırnaqlardan tökülməsi ifadəsi, yəni qəbir əzabının çox şiddətli olduğunu bildirmək üçündür. Allaha sığınırıq qəbir əzabından. Bir nəfər gəldi İmam Sadiq əleyhissalamın yanına, dedi, ey Peyğəmbər övladı, qəbirdə sorğu-sual var. Həzrət buyurdu ki, bəli. Nədən soruşulacaq? Filan şeylərdən. Bayaq dedim, hədisin məzmununu nəql eləyirəm. Dedi, bəs qəbir əzabı var? Dedi, var. Dedi, bəs qəbirdə bildik ki, torpaq insanı sıxar. Adam var, edam olunub, havadan asılıb. Adam var, suda qərq olub. Bəs bunların qəbir əzabı necə olacaq? İmam əleyhissalam belə buyurdu. Dedi, torpağa əmr edib onu sıxdıran Allah, havaya da əmr edər, suya da əmr edər ki, onu sıxıb ona qəbir əzabını datdırsın. Bu da onu göstərir ki, Əhl-i Beyt məktəbində qəbir əzabı haqqında olan bir çox rəvayət səhihdir və biz bu rəvayətlərə də iman gətirmişik. Amma bayaq dediyim kimi necəliyindən xəbərimiz yoxdur. Mahiyyət bizim idrakımızın fövqündədir. Aparıb qəbrə 50 dənə laboratoriya qurasan, məsələn deyirəm ki, görək burada sorğu-sual necə aparılır, ölüdən sorğu-sualı o mələklər necə götürür və s. eləyə bilməzsən. Mahiyyət çünki bizim idrakımızın fövqündədir.